səhifəni ordumuzun şəhid zabitləri Mayor Maşiyev Asəf, Mayor Qasımov Sənan, Leytenant Məmmədzadə Elvin və Leytenant Məmmədov Füzuli həsr etmişdir. Mayor Maşiyev və Leytenant Məmmədzadə 44 günlük müharibədə, Mayor Qasımov və Leytenant Məmmədov antiterror əməliyyatı zamanı şəhid olublar. Vətəni qorumaq hər birimizin borcudur və bizim xalqın oğul düşmən çəpəridir kimi bir deyimi var. Yəni oğul doğulan gündən vətənin müdafiəçisi kimi doğulur. Lakin elə insanlar var ki, vətəni qorumağı özünə peşə seçir, ömrünü bu işə həsr edir. Torpaqları zəbt olunmuş bir ölkədə bu peşəni seçən insanlar bir gün mütləq cəng meydanına atılacaqlarını bilən, qalib gələcəyinə inanan və bu arzuyla, bu amalla yaşayan insanlardır. Ona görə də mən onları qələbə carçıları adlandırıram. Eyni zamanda bu qələbəyə aparan yolların heç də asan olmadığına, bu yolun bir ucunun həm də şəhidliyə çıxa biləcəyini, bu yolda vətən torpağından başqa bütün sevdiklərinin ayrılmaq təhlükəsi olduğuna baxmayaraq, onu seçənlərə həm də şəhadət aşiqləri deyirəm. Necə ki, aşiq öz sevgisi yolunda hər şeyi fəda edər, bu igid zabitlər də öz həyatlarını vətən torpağına qurban etdilər. Bütün sevdiklərini qoyaraq vətən torpağına sarıldılar. Məhz orada, o torpağın qoynunda əbədi rahatlıq tapdılar. Bu zabitlərin hamısı haqqında yoldaşları deyirlər ki, onlar daim əskərlərini qorumağa çalışırdılar. Əskərləri səngərə salıb, özləri irəli atılırdılar. Əskəri vətənə, özlərini əskərə sipər edirdilər. Hər iki mayor 3 övladını, Füzuli 2 qızını bizlərə əmanət etdi. Elvinə isə ailə qurmaq qismət olmadı. Amma o da arxasınca 2 cüt ağlar göz qoydu. Nakam nişanlısını və onların nakam taleyini yanıb yaxalan anasını. Elvin digər zabitlərdən daha gənc idi. Onun simasında uşaqlığın cizgiləri hələ heç tam silinməmişdi. Zəfərin 3 illiyi ərəfəsində onun haqqında belə bir status paylaşmışdım. Bir körpə qədər saf baxışlı, təmiz qəlbli, gül tək zərif simalı, eyni zamanda da düşmənə nifrəti ilə şir biləkli, ər qeyrətli, vətənin, xalqın yükünü çəkə biləcək qədər güclü, igid cavanlar, şəhid balalar. 3 il keçdi sizsiz. Çox şey dəyişdi. Vətənimiz abadlaşdı, qalan torpaqlar da azad edildi. Çox şey dəyişdi. Analarınız qürurla dayansalar da saçları ağappaq ağardı. Atalarınız sinələrinə qabarsalar da belləri büküldü. Dəyişməyən bir siz qaldınız. 3 il yox, 3 əsr keçsə də tarix sizi bu cürdə xatırlayacaq. Gənc, gözəl, mərd və qalib. Biz bu 4 şəhidin hər birinin evində olduq. Təəssüf ki, ilk ziyarətimizdə Elvin və Asəfgildə yalnız şəkillər çəkilib, valideynlərlə olan söhbətlərin təsirinə düşüb video çəkiliş edə bilməmişik. Sənangildə isə bacısı Pərvanə müəllimlə xeyli söhbət etdik. İşləyirsən, deyirəm, mışı səhvəyirsən. Mışı çıxanda deyim, orada üstündən aparır. İşləyə bilmirdim, orada aparır. Üstündən çıxan əşyalarını ayrı verdilər bizə, bu çıxdı üstündən. Qurandır. Dua yazdırmışdı 44 gün, onu güllə keçirməz. Bunu da deyəsən, onun bir qəlbə biri alnından dəymişdi, bir də sinəsini biri kəsmişdi. Bu da onun boynundan o kəsik yanıqlar vardı, kəsilmişdi, yerə düşmüşdü. Yaxşı deyildi, qanın içindeydi. Göstərmədim. Bu isə Sənanın əzizlərinə yazdığı, ölümündən sonra əşyalarının içindən çıxan son məktubundan bəzi hissələrdir. O sanki duyurmuş, bilirmiş şəhid olacağını. Son döyüşdən əvvəl atasına, anasına, həyat yoldaşına, bacılarına və evlatlarına son vəsiyyətini bildirir. Bu məktubun aşağıdakı son sətirlərinə diqqət eləyək. Mənim gələcəyim, mənim gözlərim, ürəyim və nəfəslərim olan evlatlarım, kədam,
Nərman və Rəvan. Böyüklərə qulaq asmaq və mənə layiq evlad olmaq üçün mübarizə aparın. Bu sözlərim sizə son vəsiyyətim olsun. Sənanın oğlu Kənan bizim məktəbin 4-cü sinifində oxuyur və məktəbimizin ən sevilmiş şagirdlərindəndir. Ömrüm bahar çağında esti, qopdu qasırğa, hələ yaşam dolmamış, muradım tamamlamış. Neçə təzə tər cavan, biri də mənim atam, düşdü qara torpağa, adi torpaq deyil o, vətən deyirlər ona, rəngi də dəyişibdir, batıb şəhid qanına, şəhidlərsə qovuşur, yola çıxmış karvana, karvansa çoxdan çatıb, cənnətdəki ünvana, bibi tökmə göz yaşın, cənnətdədir qardaşın. Tez getdiyim evlərdən biri də Füzulinin evi oldu. Şəhidin xanımı Günellə dəfələrlə söhbət etdik. Günelin ən böyük arzusu Füzulinin arzularını həyata keçirməkdir. Onun xatirəsinə daim yaşatmaq, əmanət olan bir cüt qız balasını, Fatimə və Zəhranı layiqincə böyüdüb oxutmaqdır. Günel xanım bu işdə ona kömək edənlərə ürəkdən təşəkkür etdi. Sağ olsun da mən həqiqətən Firdevsi müəllimlə Füzulinin şəhidliyindən sonra hər an sağ olsun, hər an diqqətindədir Fatimə də, Zəhra da, hər dəqiqə təhsillər haqqında da maraqlanır orayla. Dünya məktəbi özü də sağ olsun, Vahid müəllim nəzarət üstlərindədir, özləri də oxuyan uşaqlar. Danışdıqca, xatirələri yada saldıqca kövrəlir, göz yaşlarını saxlaya bilmirdi Günel. Qəlbimi ağrıtdı bu dayanmayan göz yaşları. Mənimlə evə gəldi o damlalar. Hecalara çevrilib şeir yazdılar. Çıxdı, getdi, uşaqlarla çıxdım, belə dalından baxdım. Həmişə belə gedəndə sonra böyle arkaya baxa-baxa gedirdi, heç baxmadı. Belə qızımı qucaqladım, dedim ki, ata bizdən küstü deyəsən, hücummadı bizə. Dedi, yox ana, o səndən küsməz. Allah hamd olsun. 4 günü getdi, sentyabrın 4 günü getdi. Düz ayın 19-u saat 11-ə kimi danışdıq. 11 tamam idi. Mazən gələrdi ki, ay gülüm. Telefonu aç, üzünüzü görüm axırıncı səfər. Yaralanır biləndir. Yox. Öyle müharibəyə girirlər. Amma səsinizi çıxartma. Telefonu belə açdım. Ondan 2 gün qabaq mənə dedi ki, git saçına kraska qoy. Başına ağarır. Belə telefonu açdı, özündən belə birikdirdi, bu səs çıxmamalıdır, axı nə onun səs çıxmamalıdır, nə mənim səsim çıxmadı ki, qıraq eşidir. Amma dedi, başına kraska qoymayıbsa, Allah'ım olsun. Mən də qayıtdım ki, sən hava qapımdan içəri girəcəksən, mən də başıma kraska qoyacağım. Dedim, sağ olasın. Düz saat 4'də işləmişə kimi dedim, Arfizu, sən girsən, mənim yazdığım mesajlara cavab yazma, başın qarışmasın. Amma oxu qoy ora göy xət düşsün, mən bilim ki, oxuyubsan, sağsan. 4'ə kimi oxudu, 4'dən sonra oxumadı. Ağla ey şəhid xanımı, yarım qalan arzulara, ata üçün darıxaraq kök sötürən yavrulara. Ağlamaq acizlik deyil, həsrət qəlbin şəfasıdır. Şəhid üçün axan hər yaş, abi kövsər damlasıdır. Ağla ey şəhid xanımı, soyuq yataq, səssiz otaq, xoşbəxt günün hər anını yada salıb varaq-varaq. Ömrün yaz fəsli idi hələ, harda nəsdi qəfil tufan. Nə yaxşı həyat bağında kök salıbmış bir cüt fidan. Ağlama şəhidin yarı, sən şəhidin yarısısan, sənə əmanət qoyduğu körpələrin anasısan. Qoyma dursun bu balalar, boynu bükük bircə anda, qürur verib baş ucaldar ata qanı o canlarda. Ağlama şəhidin yarı, yarım qalan arzulara. Sevdiyinin gözü ilə bax,
bütövləşən torpaqlara.